Salam aleyküm. Qızqayıt müəllimsiniz? Mən burada sizin tələbəniz olmaq istəyirəm, olar? Niye? Niye zəifləri heç yerdə qəbul eləmirlər, mən baş açmıram? Gülsüməm, ən böyük günahım ondadır ki, mən valideynləri mən ancaq evin içində böyəldiblər. İndi qoyublar institutda hamısı mənə deyir ki, sən özünü qız kimi aparsan. İndi mən karateye gələm. Hər kəs mənə elə qapı azaltı eləyib institutda. Mən onlara söz vermişəm ki, mən şəhərdə ərk bərk gedən müəllimi, Qızqayıt müəllimi tələbəsi olacağım. Mən onlara hamı bir məhv edəcəm, mən Van Damme olacağım, mən Schwarzenegger olacağım, mən Sibelcan, Jackie olacağım. Qızqayıt müəllim, sizdən hamı danışır, siz dəhşətli, güclü müəllimsiniz. Bütün İran, düz demirlər, yalan deyirlər. Sen kimsin ha? Mənim adım Vəfadır. Vəfana da, ged özünə kişadır qoy ha. Başla Qızqayıt müəllim. Kim gönderib səni? Biraz yavaş yavaş da. Kim gönderib səni? Məni Ələddin əmi yollayıb. Deyək ki, Qızqayıt müəllim kimi güclü adam yoxdur. O karateni 52 kim bilir. Kardıma niye elə vursun? Biraz kişi kimi danış, kişi kimi. Kişi kimi. Kişi ola. Bu ne danışdı? Qızqayıt müəllim, kişi ola. Elə mi də? Mən elə zarafatlar hoşlamıram. Özlərinə Qızqayıt müəllim qurban olum. Hadi nə? Keç. Bax, öyrən. Hazırsan? Bədənə bax. Belə kişi bədən olar ha. Karatedə bir anlayış var. Muşvardır, unutma. Ağrılara yox. De. Bəşən de. Ağrılara yox. Ağrılara yox. Ağrı var. Ağrı yox bəs. Ağrı var. Yox. Ağrı var. Yox. Var ağrı. Yoxdur. Var. Yox. Sağ ol. Daməsi düzəlt. Məstak. Gəlmişsən. Gözə qorxun.